Salam, hər vaxtınız xeyirli olsun, əziz izləyicilər, xoş gördük hər birinizi. Video dərslərimiz əsasən dövlət qulluğu, vergi orqanları, eləcə də müsahibə, yəni sırf qanunverici istiqamətində hazırlaşan namizədlər üçündür. Ekranda qanunverici kitabını görürsünüz. Ən ideal, ən belə deyim, yüksək formada yazılmış bir kitabdır. Bu kitab sizə çox kömək ola bilər. Hətta bəzən biz rəylər alırıq ki, heç bir hazırlıq etmədən və bu kitab sayəsində yüksək nəticə göstərən belə deyək namizədlər var. Rifah Təhsil Mərkəzi, ixtisas seçimi, dövlət qulluğu, vergi, xarici dillər, MİQ, sertifikasiya, jurnalistika hazırlayanların qabiliyyət imtahanı, abituriyent hazırlığı, mühasibat, eləcə də digər sahələrdə belə deyək, xidmətlər fəaliyyət göstərir. Həmçinin görürsünüz CV hazırlanmasından tutmuş hər bir şey bizdə var. Güvənə biləcəyiniz təhsil mərkəzidir. Və elə burada dövlət qulluğundan, müsabiqədən, nəinki müsabiqədən təyinat almış, daha doğrusu dövlət qulluğundan ilk dərəcəsini almış namizədimizin də səhifəsini görürsünüz. Etibar eləyə biləcəyiniz təhsil mərkəzidir və övladlarınızı və hətta özünüz belə bizim təhsil mərkəzinə müraciət edə bilərsiniz. Məsələn, xarici dillər bu gün artıq ingilis dili əlavə bir üstünlük deyil, ingilis dilini hər kəs bilməlidir. Bütün hazırlıq istiqamətləri, hətta qabiliyyət imtahanına hazırlıq, rəngkarlıqdır, dizayndır, eləcə də xoreoqrafiyadır və sair və ilaxır hər bir şey bizdə var. İndi isə dərsimizə başlayaq. Bugünkü mövzumuz Konstitusiyada olan 7-ci fəsli əhatə edən məhkəmə hakimiyyətidir. Məhkəmə hakimiyyətindən danışacağıq. Dəyərli yoldaşlar, burada qeyd olunur ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir. Maraqlı və belə deyək, az halda istifadə olunan cümlədə ədalət mühakiməsi dediyimiz qanunlara əsaslanaraq məhkəmələr tərəfindən ədalətli bir növ hökm və qərarların çıxarılmasıdır. Yəni istənilən mübahisəyə və ya cinayətə dair son sözü yalnız məhkəmələr deyir. Bu da ədalətin mühakiməsi deməkdir. Ümumiyyətlə, məhkəmə hakimiyyətinin icrası digər orqanlara verilə bilmir. Bu səlahiyyət yalnız məhkəmələrin müstəsna səlahiyyətidir. Məhkəmələr hansılardır? Konstitusiya məhkəməsi, yuxarıdan aşağı gəlirik. Ali məhkəmə, apellyasiya məhkəməsi, ümumi məhkəmələr. Yəni bura rayon şəhər məhkəməsi, məsələn üçün Xəzər rayon məhkəməsi, Yardım rayon məhkəməsi, Gəncə şəhər məhkəməsi və ixtisaslaşmış məhkəmə. Məsələn, ağır cinayətlər məhkəməsi, hərbi məhkəmələr və s. Dəyərli yoldaşlar, məhkəmə hakimiyyəti konstitusiya, mülki, cinayət, məhkəmə icraatı vasitəsilə və qanun nəzərdə tutmuş digər vasitələrlə həyata keçirilir. Yəni burada konstitusiya əsas götürülür, qanun əsas götürülür, hüququn aliliyi prinsipi qorunur. Cinayət məhkəmə icrasında iki tərəf olur. Burada prokurorluq və müdafiə tərəfi olur. Prokurorluq ittiham tərəfi hesab olunur. Müdafiə tərəfi isə təqsirləndirilən şəxsin bir növ müdafiə edən tərəfdir. Prokurorluq, dəyərli yoldaşlar, dövlətin adından cinayətdə ittiham irəli sürür, dəlillər təqdim edir, cəza tələb edir. Müdafiə tərəfi isə təqsirlənən şəxsi müdafiə eləyir, ona az belə deyək, iş kəsilməsini və yaxud da bəraət almasını bu kimi istiqamətdə çalışır. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən edilir. Quruluşu yenə struktur sala bilər testdə, ehtiyatlı ola. Bax, quruluşu və icraatı qaydası. Bu hissələrə fikir verin. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış, yəni hüquqda göstərilməyən, müəyyən olunmamış hüquqi üsullar tətbiq etmək və fövqəladə məhkəmələr yaratmaq qadağandır. Yəni yoldaşlar, burada heç kim və heç bir qurum qanunda olmayan üsullarla belə deyək məhkəmələrin səlahiyyətlərini artıra, azalda və yaxud da dəyişdirilə bilməz. Dövlət fövqəladə məhkəmələr yarada bilməz. Məsələn, hansısa xüsusi bir hadisə üçün ayrıca xüsusi məhkəmə yaratmaq bunlar olmaz. Və ən əsas məsələ məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqətin, bax bu sözə fikir verin. Testdə bunu dəyişdirə bilərlər. Yəni burada məhkəmə icraatının, yəni məhkəmə prosesinin əsas məqsədi iş üzrə həqiqətin müəyyən olunmasını təmin etməkdir, üzə çıxarmaqdır. Yəni burada məhkəmə prosesində əsas vəzifə doğru faktları, gerçəyi, nə baş verdiyi, yəni bu hadisələr, bu məsələlər tam və obyektiv şəkildə üzə çıxarılmalıdır.
Hakim dəlillər, şahid ifadələri, ekspert rəylərini araşdıraraq işin həqiqi mahiyyətini müəyyən etməlidir. Nə ittiham tərəfi, nə müdafiə tərəfi heç kim hakim üçün hazır həqiqət yarada bilməz və hər kəsin danışdığı da həqiqət deyil. Hakim özü bütün materiallar əsasında obyektiv həqiqət bir növ ortaya çıxartmalı, tapmalıdır. Yəni qısa desəm, məhkəmə işi apararkən məqsəd gerçək nədirsə, həmin gerçəyi ortaya qoyub və ona uyğun müəyyən maddələri tətbiq etmək lazımdır. Hakimliyə namizədlərə aid tələblər hakim olmaq üçün seçkilərdə iştirak etmə hüququ olmalıdır. Məsələn, 18 yaş tamam olmalıdır. Elə şəxslər var ki, məhkəmə artıq qərarı var ki, bunlar seçkidə iştirak edə bilməz və bu şəxslər olmaz. Yeganə burdadır ki, baxın, bütün biz vitse-prezident olsun, prezident olsun və yaxud da digərlər olsun, biz ali təhsil deyirdik. Amma hakimdə ali hüquq təhsili girir ortalığa. Hüquq təhsili olmalıdır və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləməlidir. Həmçinin Azərbaycan Respublikasının vətəndaşı olmalıdır hakim olan şəxs. 5 illik hüquq təcrübəsi nəyə görə qoyulub? Minimum 5 il. Yəni burada hakimlərin qanunları düzgün biləcəyi, işləri obyektiv araşdıracağı, eləcə də ədalətli qərar verəcəyi təmin olunsun. Yəni istərsən bu adamın təcrübəsi var hüquq üzrə və bu daha obyektiv ola bilər. Bax, əsas məsələ budur. Hakimlər heç bir başqa seçkili təyinatlı vəzifə tuta bilməzlər. Elmi pedaqoji yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya, digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Bu tələb də hakimə aiddir. Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyaya üzv ola bilməzlər. Çünki hakim siyasi partiyaya üzv olsa, ola bilər ki, burada e, maraqların toqquşması olsun, öz partiyasından olan şəxslərə üstünlük verə bilər, onların müəyyən qədər günahını azalda bilər və s. Vəzifə maaşı ala bilər, elmi pedaqoji yaradıcılıqdan maaş ala bilər. Bundan başqa, belə desək, əlavə məvacib ala bilməzlər. Dəyərli yoldaşlar, digər bir məsələ, burada biz nəyi görürük? Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtlərini görürük. Hakimlər müstəqildir, müstəqildir. Bizim müstəqillik dediyimiz odur ki, hakimlər qərar verərkən heç kimin təsirinə məruz qala bilməzlər, qalmamalıdırlar. Heç bir dövlət orqanı, vəzifəli şəxs və ya şəxsi maraq bir növ onun hakimin qərarına diktə edə bilməz. Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına tabedirlər. Yəni bu o deməkdir ki, qərarların şəxsi fikrə, təzyiqə və yaxud da xaricə təsirə əsaslanmalı olmamalıdır. Və ən nəhayət, burada belə bir cümlə var, səlahiyyət müddəti ərzində dəyişməzlər. Səlahiyyətlərin dəyişilməzliyi odur ki, hakim vəzifədə olduğu müddətdə onun hüquqları və səlahiyyətləri dəyişdirilə bilməz. Məqsəd burada hakimlərin vəzifə müddətində qorunması və müstəqil qərar verməsini təmin etməkdir. Hakimlər işlərə qərəzsiz dediyimiz, yəni hakim tərəflərin heç birinə üstünlük verməməlidir. Ədalətlə, ədalətlilik o demək ki, qərarlar həm hüquqi, həm də mənəvi baxımdan ədalətli olmalıdır. Tərəflərin hüquqi bərabərliyinə, bu o deməkdir ki, dəyərli yoldaşlar, hər iki tərəf eyni hüquqlara malikdir, həm müdafiə, həm ittiham bərabər şərtlərlə iştirak edir. Faktlara əsasən, bu o deməkdir ki, qərar yalnız dəlillər və faktlar əsasına verilməlidir. Şəxsi düşüncə, fərziyyə, təxminlərə əsaslana bilməz və qanunlara müvafiq baxılır. Burada isə qərar yalnız Azərbaycan Respublikasının qanunları çərçivəsində olmalıdır. Ondan kənara çıxmaq olmaz. Hər hansı bir şəxs tərəfindən və yaxud da hər hansı bir səbəbdən, istər bilavasitə, istər dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə, müdaxilə edilməsi yol verilməzdir. Burada hər bir sözü yadda saxlayın. Sözlərin yerində isə artıq bu bizim cavabımızın səhv olması deməkdir. Bilavasitə və dolayı yolla müdaxilə nə deməkdir? Yəni, bilavasitə məsələn hakimə təzyiq göstərmək və yaxud da dolayı yolla məsələn vasitəçi ilə təzyiq etmək bu müdaxilələr yol verilməzdir. Hər hansı bir səbəbdən məhdudiyyət qoymaq o deməkdir ki, yoldaşlar, yəni heç kim şəxsi marağı, siyasi məqsədi və ya digər səbəblərlə məhkəmə icraatına təsir edə bilməz. Qanuna zidd təsir, ondan sonra burada hədə, müdaxilə odur ki, hakimlər və tərəflər təhlükəsiz şəraitdə işləməlidir. Təhdid, təzyiq altında
qərar verilməməlidir. Bu onu əsaslandırır. Ümumiyyətlə yoldaşlar, ədalət mühakiməsi elə olmalıdır ki, vətəndaşların qanun və məhkəmə qarşısında bərabərlik əsasında həyata keçirilməlidir. Bütün məhkəmədə işlər açıq aparılmalıdır. Bir növ Milli Məclisin iclaslarına oxşadı, sessiyalarına oxşadı. Amma işə qapalı iclasda baxıla bilər. Hansı halda? O halda icazə verilir ki, məhkəmə əgər açıq keçirilərsə, açıq icraatın dövlət, peşə, kommersiya, bax üç dənədir. Bunları yadda saxlayın. Bu sirlərin açılmasına səbəb olacağını güman edir məhkəmə və yaxud da vətəndaşların şəxsi və ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir. Açıq cəhət odur ki, hər kəs orada iştirak edə bilər, jurnalistlər ola bilər. Qapalıda isə artıq iş qapalı keçir, amma son nəticədə qərar nə verildi, o elan olunmalıdır. Yoldaşlar, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla cinayət işlərinin qiyabi məhkəməsinə yol verilmir. Burada belə deyim də sizə, cinayət işlərinə adətən yəni cinayət işi məhkəməsinin icraat gedirsə, bu da şəxs məhkəmədə iştirak edərək baxılır. Amma qiyabi icraat o deməkdir ki, təqsirlənən şəxs olmadan baxış keçirilir. Yalnız xüsusi hallarda bu mümkündür. Qanunda göstərilmiş xüsusi hallarda məsələn şəxs qaçıbsa və yaxud da axtarışdadırsa, yoxdursa, şəxsi tapmaq mümkün deyilsə, hə, onda qiyabi icraat keçirilə bilər. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilməlidir. Prinsip nədir? Çəkişmə prinsipi. Çəkişmə qaydası yox, quruluşu yox, prinsip əsasında çəkişmə prinsipi. Yəni məhkəmə işinə baxış zamanı tərəflər, ittiham və müdafiə tərəfi öz arqumentlərini, dəlillərini təqdim edirlər. Burada hər iki tərəf bərabər şəkildə iştirak edir, öz mövqeyini bir növ müdafiə edir. Məqsəd burada işin obyektiv, ədalətli, eləcə də qanuna uyğun həll olunmasını təmin etməkdir. Hakim bu çəkişməni nəzərə alır. Və məhkəmə icraatının istənilən mərhələsində hər kəsin dəyərli yoldaşlar müdafiə hüququ təmin edilir. Hansı hüququ? Müdafiə hüququ təmin olunur. Yəni təqsirləndirilən və ya işin digər tərəfi öz hüquqlarını qorumaq üçün vəkil tutmaq, yəni istənilən belə deyim mərhələsində eləyə bilər. Sübutlar təqdim eləmək, arqumentlərini ifadə eləmək hüququna malikdir. İşin başlanğıcından qərarın çıxarılmasına qədər müdafiə hüququ təmin edilməlidir. Məqsəd ədalətli məhkəmə prosesini qurmaqdır. Yoldaşlar, ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. 63-cü maddəni yadınızda saxlayın. Biz demişdik ki, məhkəmə hökmü olmazsa kimsə cinayətə təqsirli bilinmir və buna görə də tam hökm çıxmayınca, yəni kiməsə cinayətkar bu şeylər istifadə etmək olmaz. Məhkəmə icraatı dövlət dilində aparılır və yaxud da müvafiq əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Məsələn, məhkəmə tutalım lerikdə keçirilir. Ordaşlar ola bilsin. Məsələn, Azərbaycan dilini bilmir, Talış dilində aparıla bilər. Və yaxud da elə bir məhkəmədir ki, ruslar iştirak edir. Azərbaycanda olan ruslar, amma onlar Azərbaycan dilini bilmirsə, bəli, burada ola bilər ki, məhkəmə həmin rus dilində aparıla bilər. Dili bilməyənlər ola bilər ki, işin iştirakçısı olub, məhkəmə icraatına aparıldığı dili bilməyən şəxslər işin materialları ilə tanış ola bilər və bunun üçün də məhkəmədə tərcüməçi vasitəsilə iştirak eləyir və o öz bildiyi dildə, ana dilində çıxış eləmək hüququ təmin edir. Bu əsasən bu əhalinin çoxu təhkik etdiyi dil, düzdür, bizdə elə bir millət nümayəndəsi yoxdur ki, Azərbaycan dilini bilməsin, bu mümkün deyil. Bu daha çox məsələn şamil olunur xarici dilli vətəndaşlara. Dəyərli yoldaşlar, hakimlərin toxunulmazlığı bu da ciddi maddələrdən biridir. Yəni burada hakimlər toxunulmazdır dediyimiz nədir? Yadınızdadsa hər kəsin şəxsi toxunulmazlığı var, biz bunu bilirik. Prezidentin toxunulmazlıq hüququ var. Deputat, vitse-prezident, baş nazir səlahiyyət müddəti ərzində şəxsiyyəti toxunulmazdır. Hakimlərdə isə sadəcə toxunulmazdır yazıb. Yəni toxunulmazdır o deməkdir ki, hakim vəzifədə olduğu müddətdə cinayət və inzibati məsuliyyətə yalnız qanunda göstərilən hallarda cəlb oluna bilər. Yəni burada da yoldaşlar, məqsəd odur ki, hakimlərin müstəqil və qərəzsiz qərar verməsini təmin etməkdir. Digər maddə qeyd olunur ki, daha sonra müddəada qeyd olunur ki, hakim cinayət məhkəməsi yalnız qanunca tutulan belə deyək, qaydada, testdə hallarda düşər səhvdir, qaydada cəlb oluna bilər.
Yəni hakimlər yalnız qanunda göstərilən ciddi hallarda və qaydada cəzalandırılır. Yəni təsadüf və yaxud da siyasi səbəbdən hakimi cəzalandırmaq olmaz. Hakimlər istənilən səbəblə məsuliyyətə cəlb etmək də olmaz. Cinayət məsuliyyətini yalnız qanunlarda göstərən konkret hallarda, məsələn, rüşvət alma, vəzifə səlahiyyətlərini aşma, konkret hallarda cəlb oluna bilər. Bir də hakimlərin səlahiyyətinə xitam vermək. Burada cinayət törədibsə, cinayət məsuliyyəti. Bu hakimlərin səlahiyyəti isə ola bilər müddəti bitsin və s. Hakimlərin səlahiyyətinə yalnız qanunda nəzərdə tutulmuş dəyərli yoldaşlar, əsaslarla və qaydalarla müvafiq surətdə xitam verilə bilər. Baxın, hallar yoxdur, əsaslarla və qaydalara müvafiq surətdə xitam verilir. Burada əsas nəyi diktə edir? Yəni hakimlərin vəzifədən azad edilməsi yalnız qanunda göstərilən hallarda və müəyyən edilmiş prosedura uyğun aparılır. Qanunda nəzərdə tutulan qaydada dedikdə, məsələn, öz xahişi ilə sağlamlıq vəziyyətinə görə ola bilər, ciddi hüquq pozuntusu varsa, təqaüdə çıxırsa və yaxud da onun yaşı tamamdırsa, müddəti tamamdırsa və s. Hakimlər vəzifədən kənarlaşdırıla bilər. Burada artıq hakim özü istəyərək getmir. Burada səlahiyyəti bitir, o məlum məsələdir. Burada isə vəzifədən kənarlaşdırılır. Bununla bağlı təşəbbüsü yalnız hakim cinayət törədəndə prezident irəli sürür. Fikir verirsə, prezident vəzifədən gedəndə onun təşəbbüsünü baxın, Konstitusiya Məhkəməsi irəli sürürdü. Amma hakimlərin vəzifədən kənarlaşma təşəbbüsünü isə prezident irəli sürür. Bununla bağlı Ali Məhkəmənin rəyi alınmalıdır. Deməli, hakim də kənarlaşdıranda, ağır cinayət törədəndə Ali Məhkəmənin rəyi alınır, prezident də törədəndə rəy alınır və bu rəy belə deyək 30 gün müddətinə prezident sorğu verirsə 30 gün müddətinə prezidentə bu rəy təqdim olunmalıdır ki, hakimin gördüyü bu iş cinayətdir yoxsa yox. Və bundan sonra Milli Məclis qarşısına prezident belə deyək təşəbbüsünü irəli sürür. Yoldaşlar, biz əvvəlki dərslərimizdə qeyd eləmişdik. Məsələn, bu Milli Məclisdə 95-ci maddə, 109-cu maddə prezidentin səlahiyyətlərində qeyd eləmişdik. Konstitusiya məhkəməsidir, Ali məhkəmədir, bir də apellyasiya məhkəmələrdir. Bax, bunların hakimi vəzifəyə gətirilərkən prezident təqdimat verir, Milli Məclis 63 səs çoxluğuna vəzifə təyin edir. Kənarlaşdırılanda isə nə vaxt kənarlaşdırılır? Cinayət törədəndə. Burada isə yenə də Milli Məclis 83 səs çoxluğu ilə qərar qəbul edir ki, bunu kənarlaşdıraq yoxsa yox. Təbii ki, burada prezident belə deyək, daha doğrusu təqdimatla çıxış edir. Amma başqa məhkəmə hakimləri isə Milli Məclis 63 səs çoxluğuyla qərar qəbul edir ki, kənarlaşdıraq yoxsa yox. Başqa məhkəmə hakimləri deyərkən burada rayon şəhər məhkəmələri ixtisaslaşmış məhkəmələrdir. Yadınızdadsa bunları vəzifə prezident özü gətirirdi, özü təyin edirdi. Amma cinayət törədibsə həmin hakimlər kənarlaşdırılması isə prezident tək başına edə bilmir. Məhkəmənin qərarları bu da çox önəmli əslində maddələrdən biridir. Məhkəmənin qərarları və onların icrasından danışacağıq. Yoldaşlar, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onun icrası məcburidir. Amma məhkəmələr və hakimlər haqqında qanunda deyəcək ki, Azərbaycan Respublikasının adından çıxarılır. Əgər biz konstitusiyaya görə danışırıqsa dövlətin, məhkəmələr və hakimlər haqqında qanunda isə Azərbaycan Respublikası yazacaq. Bundan diqqətli olun. Və bunun icrası məcburidir. Yoldaşlar, burada əsas məsələ nədən söhbət gedir? Yəni, qərarlar fərdi şəxslərə yox, dövlətin adından verilməsi burada məhkəmə qərarlarının rəsmi və hüquqi qüvvəyə malik olduğunu göstərir. Məhkəmə qərarları icra olunmazsa, qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olacaq. Ya bu cinayət olacaq, inzibati xəta olacaq, amma bunu göstərmir. O baxır məhkəmə qərarının icra olunmamasının səviyyəsinə, dərəcəsinə. Məhkəmə qərarı qanuna, sübuta əsaslanmalıdır. Baxın, qanun sübutu iki dənə söz var. Başqa söz yazmaq olmaz. Mən adətən məhkəmə sistemini izah edərkən apellyasiya, ali məhkəmə, sonra Konstitusiya məhkəməsini izah edirəm. Amma da Konstitusiyada bu Konstitusiya məhkəməsindən etibarən başlayıb, elə belə də izah eləyəcəm. Konstitusiya məhkəməsi 9 hakimdən ibarətdir. 9 hakimdən. Bayaq dediyimiz kimi Konstitusiya məhkəməsinin hakimlərində prezidentin təqdimatı ilə Milli Məclis təyin edir 63 səs çoxluğu ilə. Amma vəzifədən kənarlaşdırsa cinayət törədəndə 83 səs çoxluğu ilə kənarlaşdırılır.
Deməli, burada biz yadınızdadır ha, Milli Məclisdə qanunverici təşəbbüs hüququ 96-cı maddə demişdik ki, MS Papa qanunverici təşəbbüs hüququ var, yadınızdadsa. Yadınızda deyilsə, elə bu kanalımda qanunvericilik hakimiyyəti mövzusunu bir də izləyin. MS Papa dediyimiz nədir? Milli Məclisin deputatı seçki hüququ olan 40 min vətəndaş, prezident, Ali Məhkəmə, prokurorluq, Naxçıvan Ali Məclisi. Bunların qanunverici təşəbbüs hüququ var. Həmçinin bir dənə də Emin Papa yazacağıq. M-nı Papa. Yəni seçki hüququ olan 40 min vətəndaşın yerinə bir dənə Nazirlər Kabinetini gətirəcəyik. Emin Papa, yəni prezidentin, Milli Məclisin, Nazirlər Kabinetinin, sonra Ali Məhkəmənin yoldaşları, Ali Məhkəmənin, prokurorluğun, ondan sonra Naxçıvan Ali Məclisinin Konstitusiya Məhkəməsinə sorğusu var. Yəni bunlar sorğu göndərə bilərlər. Sorğunu nəyə görə göndərirlər? Uyğunluğa görə. Məsələn, Konstitusiyaya nələrin uyğunluğu yoxlanılır? Diqqətli olun. Qanunların, prezidentin fərman və sərəncamlarının, ehtiyatlı olun bundan, ə, Milli Məclisin qərarlarının, və yaxud da Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquq haqlarının konstitusiyaya uyğunluğu yoxlanılır. Ola bilər ki, məsələn, Milli Məclis hər hansı bir qanun qəbul edir, amma orada qərara gələ bilmir ki, bu qanun müddəası konstitusiyaya ziddimi, uyğundurmu? Onda Konstitusiya Məhkəməsinə sorğu göndərir. O sorğu öz həqiqiliyini taparsa, təsdiqini taparsa, o qanun qəbul olunur. Bir də bir şey deyim buradaykən. Bəzən testdə Azərbaycan Respublikası qanunları yerinə Milli Məclis qanunları düşür. Zaten biz bilirik ki, qanunları Milli Məclis verir Azərbaycan Respublikası üçün. Naxçıvanda isə Naxçıvan Ali Məclisdə qanun verə bilər. Yəni Azərbaycan Respublikasının qanunları ilə Milli Məclis qanunları eyni anlayışdır. Sonra qanunlara nəyin uyğunluğu yoxlanılır? Prezidentin fərmanları. Diqqətli olun, yuxarıda konstitusiyaya, prezidentin sərəncamlarında uyğunluğu yoxlayır Konstitusiya Məhkəməsi. Amma qanuna gələndə isə prezidentin sərəncamlarının qanuna uyğunluğu yoxlanılmır, ancaq fərmanları yoxlanılır. Nazirlər Kabinetinin qərarlarının qanuna uyğunluğunu yoxlayır. Amma fikir verin, Nazirlər Kabinetinin sərəncamının konstitusiyaya uyğunluğu yoxlanılırdı. Amma Nazirlər Kabinetinin sərəncamlarının qanunlara uyğunluğu yoxlanılmır. Mərkəzi icraçı orqanların normativ hüquqi aktlarının qanunlara uyğunluğu yoxlanılır. Prezidentin fərmanlarına nələrin uyğunluğunu yoxlayır Konstitusiya Məhkəməsi? Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icraçı orqanların normativ hüquq aktlarının uyğunluğunu yoxlayır. Yəni sənədlər yuxarıdan aşağı gəldikcə azalır. Ondan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanun nəzərdə tutmuş hallarda konstitusiya və qanunlara uyğunluğu da yoxlanıla bilər. Həmçinin bələdiyyə aktlarının nələrə uyğunluğu yoxlanılır? Bələdiyyə aktlarının həm konstitusiyaya, həm qanunlara, həm prezidentin fərmanlarına, həm Nazirlər Kabinetinin qərarlarına uyğunluğu yoxlanılır. Əgər bələdiyyə Naxçıvanın bələdiyyəsidirsə, Naxçıvan ərazisindədirsə, bu sənədlərlə yanaşı Naxçıvanın bələdiyyə aktlarının həm də Naxçıvanın konstitusiyasına, Naxçıvanın qanunlarına və Naxçıvanın Nazirlər Kabinetinin qərarlarına uyğunluğu yoxlanılır. Məsələn, bu qərarın yerinə sərəncam salsa, yəni Nazirlər Kabineti sərəncamı salsa səhvdir. Burada nə görürsünüzsə odur. Və ən əsas məsələ qüvvəyə minmiş yoldaşlar. Dövlətlərarası müqavilələrin konstitusiyaya uyğunluğu, hökumətlərarası müqavilələrin isə belə deyək, qanuna, deməli, konstitusiya və qanunlara uyğunluğunu yoxlayır. Yəni, dövlətlərarası müqavilələrin konstitusiyaya uyğunluğunu yoxlayır. Hökumətlərarası müqavilələrin isə qanunlara da, konstitusiyaya da uyğunluğun yoxlayır. Bu da, belə deyək, önəmli bir məsələlərdən biridir. Və ən əsası, Naxçıvanın Konstitusiyasının qanunlarının, Naxçıvan Ali Məclisinin qərarlarının, Naxçıvan Nazirlər Kabinetinin konstitusiyaya uyğunluğunu yoxlayır. Yəni Naxçıvandakı sənədlərin belə deyək, Naxçıvanın Konstitusiyasının, qanunlarının, Naxçıvanın Ali Məclisinin qərarlarının, Naxçıvanın Nazirlər Kabinetinin qərarlarının Azərbaycanın konstitusiyaya uyğunluğunu yoxlayır. Ə, Bəs Azərbaycanın qanunlarına nələrin uyğunluğu yoxlanılar? Naxçıvanın qanunlarının, Naxçıvanın Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikasının qanunlara uyğunluğu yoxlanılar. Həmçinin yoldaşlar, Naxçıvanın Nazirlər Kabinetinin qərarlarının prezidentin fərmanlarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına uyğunluğunu yoxlayarlar.
Eləcə də qanunverici icra məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünə bağlı mübahisələr həll edir. Məsələn, bilinmir məsələn bu səlahiyyət kimindir? O deyir, məsələn ola bilər ki, burada elə bir məsələ yarana bilər ki, bəzi tutalım qanunverici hakimiyyət deyə bilər ki, yox o mənim səlahiyyətim deyil. Digərləri deyə bilər ki, yox o mənim səlahiyyətim deyil. Bu halda yoldaşlar, onda müəyyən edir ki, Konstitusiya Məhkəməsi bu səlahiyyət kimə aiddir? Həmin səlahiyyətə baxır artıq bu məsələdə. Və dəyərli yoldaşlar, digər önəmli bir məsələyə gəlib çıxırıq burada. Deməli, yoldaşlar, burada nədir? Konstitusiya Məhkəməsi, yenə də Enem Papa burada dedik ki, bax burada görürsünüz, sorğu verirdi, düzdürmü? Yenə də sorğu verirlər. Hansı qruplar? Prezident, Milli Məclis, Azərbaycan Milli Məclisi, Azərbaycan Nazirlər Kabineti, eləcə də Azərbaycan Respublikasının dəyərli yoldaşlar, Ali Məhkəməsi, Azərbaycan Respublikasının prokurorluğu, Naxçıvan Ali Məclisi sorğu verə bilər ki, konstitusiya və qanunları şərh eləsin. Ola bilər elə bir məsələdir ki, bunu belə deyək, müəyyən qədər mübahisə yaradır və yaxud da müəyyən qədər şərhə ehtiyac var. Onda Konstitusiya Məhkəməsinə sorğu verə bilərlər ki, hə, bunları şərh eləsin. Konstitusiya Məhkəməsi şərh eləsin. Bu şərh eləmək nədir? Yəni müəyyən maddənin, bəndin izahıdır. Baxın, Konstitusiyaya bağlı bir məsələni qeyd edeyim. Milli Məclis, daha sonra qanunlarla bağlı bir məsələni qeyd edir. Milli Məclis qanunları qəbul edir, prezident imzalayır və dərc edir. Şərh etmək isə Konstitusiya Məhkəməsinə aiddir. Və ən əsas məsələlərdən biri hər kəs onun və hüquq və azadlıqlarını pozan qanunverici icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin 3-cü hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət edə bilər. Deməli, hər kəsin də şikayət etmək hüququ var. Yəni yoldaşlar, sənin hüququnu, yəni kiminsə hüququnu pozan hər hansı qanun, qərar və ya məhkəmə aktı varsa və bu pozuntu Konstitusiya Məhkəməsinin səlahiyyətinə düşən məsələlərlə bağlıdırsa, sən həmin pozuntunun aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə şikayət edə bilərsən. Məsələn, bələdiyyənin qanunsuz vergi tətbiqi. Əgər bələdiyyə öz səlahiyyətlərindən kənara çıxırsa, vətəndaşlardan yeni vergi yığmağa başlayırsa, bu konstitusiyanın vergi ilə bağlı prinsiplərinə və yaxud da qanunların prinsiplərinə ziddir. Onda sən vətəndaş olaraq Konstitusiya Məhkəməsinə şikayət edə bilərsən ki, bələdiyyənin bu qərarı konstitusiyon hüququmu pozur və bu qərarı Konstitusiya Məhkəməsi asanlıqla ləğv eləyə bilir, əgər pozursa. Yoldaşlar, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələsi ilə bağlı Azərbaycan Respublikasının konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə yenə də müraciət edə bilər. Deməli, burada məhkəmələr nə edir? Konstitusiya Məhkəməsinə müraciət edir. Deməli, hər kəs şikayət edir. Enem Papa sorğu göndərir. Məhkəmələr isə müraciət edir. Həm də fikir verin, Ali Məhkəmə sorğu da göndərə bilər. Deməli, Ali Məhkəmədən də şikayət eləmək hüququ var. Nəyə görə? Konstitusiya və qanunların şərh edilməsi ilə bağlı belə deyək, müraciəti var. Yəni məsələn, söz azadlığı ilə bağlı tutalım. Bir jurnalist məhkəməyə verilir. Hakim baxır ki, qanunda ictimai maraq ifadəsi var. Amma İctimai marağın sərhədi dəqiq deyil. Hakim tərəflərə deyə bilər ki, bu ifadənin hüquqi mənası dəqiq deyil, Konstitusiya Məhkəməsindən rəsmi şərh almalıyam. Yəni çərçivə göstərilməyibsə, boşluq varsa, müəyyən sıxıntı varsa, bununla bağlı məhkəmə artıq müraciət eləyə bilər. Həmçinin Azərbaycan Respublikasının insan hüquqları müvəkkil, yəni ombudsman, insan hüquq və azadlıqlarını pozan qanunverici və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada, yəni qanun çərçivəsində bu maddənin 3-cü hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Bu 3-cü hissənin 1-7-ci bəndləri bilirsiniz hansıdır? Bax bunlardır: uyğunluq, 7-yə qədər olan. Yəni sorğu göndərmirdi. Bax bu məsələlərə görə məsələn, Nazirlər Kabinetinin qərarının tutalım prezident fərmanına uyğunluğu və yaxud da prezidentin fərmanının qanunlara uyğunluğu. Bax bu məsələ ilə bağlı ombudsman da sorğu verə bilər. Deməli, yoldaşlar, burada
Ambusmanın sorğusu necə həyata keçirilir? Sorğunu verdi ambusman. Tutalım, belə deyək, ambusman görsə ki, hər hansı dövlət qurumunun normativ aktı, icra hakimiyyətinin qərarı, bələdiyyənin aktı və yaxud da məhkəmənin qərarı insan hüquq və azadlıqlarını pozur, o çərçivədən çıxır. Onda ambusman Konstitusiya Məhkəməsinə rəsmi sorğu verə bilər və həmin aktın ki, qəbul olunub o sənəd, Konstitusiya Məhkəməsinə araşdırılmasını bir də belə deyim də sorğusunu verə bilər. Konstitusiya bu sorğuya, yəni dediyim kimi nələr aiddir? 3-cü maddənin bax 1-7-ci bəndləri, 7-yə qədər olan, bax ekranda görürsünüz, 1-7-ci bəndlərə bax bu bəndlərdə göstərilən səlahiyyətlər çərçivəsində ola bilər. Yəni normativ aktların məsələn konstitusiyaya uyğunu, qanun konstitusiyaya uyğunu bu formada tutalım, hər hansı bir məhkəmənin tətbiq etdiyi norma ədalətli deyil. Ambusman belə hesab edir ki, bu ədalətli deyil. Bir məhkəmə qərarı zamanı istifadə olunan hüquqi norma insan hüquqlarını pozursa, ambusman bunu müəyyən edirsə, onda Konstitusiya Məhkəməsi sorğu göndərir ki, bu normanın konstitusiyaya uyğunluğu yoxlansın. Və bu formada olur. Əgər konstitusiyaya uyğunsa qüvvədə qalacaq, uyğun deyilsə həmin qərar məhkəmə aktı artıq ləğv olunacaq. Yoldaşlar, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu konstitusiyada nəzərdə tutmuş digər səlahiyyətləri də həyata keçirir. Biz yadınızdazın Milli Məclisdə, icra hakimiyyətlərində Konstitusiya Məhkəməsinin bəzi səlahiyyətlərini görmüşdük. Yəni məsələn, yəni belə deyək də, Konstitusiya Məhkəməsi bax burada görürsünüz 3-cü hissədə. Burada 1-7-ci bəndlərdən əlavə də bax burada 1-7-ci bəndlərdən 8-ci bənddən də əlavə işlər görür. Məsələn, prezident seçkilərinin nəticələri ilə bağlı. Biz nə demişdik? Konstitusiya Məhkəməsi məsələn prezident seçkilərini nə edirdi? Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edirdi. Bax, bunu da Konstitusiya Məhkəməsi eləyir axı. Yəni Konstitusiya Məhkəməsi səlahiyyətləri yalnız bax 130-cu maddədə göstərilənlər deyil də, Konstitusiyada bunun əlavə səlahiyyətləri də var. Bundan əlavə yoldaşlar, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Yəni bu da bizim üçün önəmli olmalıdır. Və Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının arasında məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi qərarları dərc olunmalıdır. Yəni bu o deməkdir ki, prezident, Milli Məclis, Nazirlər Kabineti olsun, bütün məhkəmələr olsun, bələdiyyələr olsun və bütün şəxslər olsun fərq eləməz. Konstitusiya Məhkəməsinin qərarını tam şəkildə qəbullanmalıdır, buna riayət eləməlidir. Qərar müzakirə edilmir, dəyişdirilmir, icrası təxirə salınmır. Konstitusiya Məhkəməsinin qərarına qarşı şikayət də verilmir. Yəni qərarlar mütləq dərc olunmalıdır. Bu da hüquqi dövlət prinsipinin, yəni hüquqi dövlət prinsipinə uyğundur. Yəni qərarlar rəsmi şəkildə dərc olunur, hüquqi qüvvəyə minir, hamıya açıqlanır və hamı bilir. Tutaq ki, Konstitusiya Məhkəməsi qərar verir ki, filan nazirliyin normativ aktı konstitusiyaya ziddir və qüvvədən düşür. Bu qərardan sonra həmin normativ akt heç bir qurum tərəfindən tətbiq edilə bilməz, çünki qüvvədən salınıb. Məhkəmələr o normaya əsaslanan qərar verə bilməz, dövlət qurumları onu icra edə bilməz artıq. Yəni qərar rəsmi dərc olunur və həmin və hamı üçün belə deyim də hüquqi nəticə doğurur. Yoldaşlar, qanunlar, bura diqqətlə baxın, və digər aktlar yaxud onların ayrı-ayrı müddəaları Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qüvvədə müəyyən edilmiş müddətdə belə deyək, qüvvədən düşür. Dövlətlərarası müqavilələr isə qüvvəyə minmir. Deməli nə oldu burada? Qanunlar, digər aktlar yaxud onların ayrı-ayrı müddəaları, həmçinin hökumətlərarası müqavilələr Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür. Dövlətlərarası müqavilələr isə qüvvəyə minmir. Əslində bu da önəmli bir maddədir. Yəni belə izah eləyək də, e, yoldaşlar, qanunlar və digər aktlar və yaxud da onların müddəaları Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşə bilər. E, yəni əgər Konstitusiya Məhkəməsi müəyyən edirsə ki, hər hansı qanun, digər normativ akt və ya onların konkret maddələri konstitusiyaya ziddir, onda bu aktlar Konstitusiya Məhkəməsinin qərarında göstərilən tarixdən etibarən artıq qüvvədə olmur. Yəni başqa sözlə belə izah edeyim də, konstitusiyaya zidd olduğu müəyyən edilən norma Konstitusiya Məhkəməsinin göstərdiyi gündən ləğv edilmiş sayılır. Hökumətlərarası və dövlətlərarası müqavilələr üçün ayrıca bir qayda var, görürsünüz orada.
Hökumətlərarası müqavilələr hökumətdən hökumətə, məsələn, Azərbaycan dövlətindən Rusiya dövləti, belə deyək. Daha doğrusu hökumət. Məsələn, Azərbaycan Mədəniyyət Nazirliyi, məsələn, Rusiyanın Mədəniyyət Nazirliyi, bu hökumət odur. Məsələn, bizdə mədəniyyət siyasəti Mədəniyyət Nazirliyi həyata keçirir. Bu hökumətlərarası müqavilədir. Dövlətlərarası müqavilə isə dövlətlər arasında olan müqavilədir. Məsələn, Azərbaycan, Rusiya və s. Hökumətlərarası müqavilə əgər Konstitusiya Məhkəməsi belə müqaviləni konstitusiyaya zidd hesab edirsə, bu müqavilə artıq qüvvədən düşür. Dövlətlərarası müqavilələr gəldikdə isə, əgər Konstitusiya Məhkəməsi belə müqaviləni konstitusiyaya zidd hesab edirsə, onda bu müqavilə ümumiyyətlə qüvvəyə minmir. Yəni belə müqavilə hüquqi baxımdan yox sayılır. Hökumətlərarası müqavilə məsələn bir misal deyim. Tutalım yoldaşlar. Azərbaycan hökuməti başqa bir ölkə ilə razılaşma imzalayıb. Sonra Konstitusiya Məhkəməsi müəyyən edir ki, bu razılaşma konstitusiyaya uyğun deyil. Bu müqavilə artıq qüvvədən düşür. Dövlətlərarası müqavilə gəldikdə isə Azərbaycan dövləti, yəni dövlət səviyyəsində başqa dövlətlə müqavilə imzalayır. Müqavilə ratifikasiya edilməmişdən əvvəl Konstitusiya Məhkəməsinə verilir və o baxır. Konstitusiya Məhkəməsi deyirsə əgər bu konstitusiyaya ziddir, onda qüvvəyə minmir. Müqavilə hüquqi dövrəyə daxil olmur artıq. Bu məsələni izah edir. Gəldik Ali Məhkəmə. Ali Məhkəmə yoldaşlar, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin, baxın, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahat verir. Bax, bu ali məhkəmənin səlahiyyətidir. Yəni, dəyərli yoldaşlar, e, belə izah edək. Məsələn, misal olaraq kimsə mülki mübahisə yaşayırsa, məsələn, borc, aliment, əmlak bölgüsü, işi əvvəlcə birinci instansiya, rayon məhkəməsinə və yaxud da ixtisaslaşmış məhkəməyə verir. Əgər tərəf, hər hansısa tərəf, iki tərəfin hər ikisi və yaxud hər hansı bir tərəf verilən məhkəmənin qərarından narazıdırsa, apellyasiya məhkəməsinə şikayət edir. Apellyasiya qərarından da narazı qalırsa, ən sonda ali məhkəməyə müraciət edir. Bu mülki işə aid misal, yəni mülki işdir. Eyni sistem cinayət işinə də, iqtisadi işlərdə, inzibati işlərə də aiddir. Kassasiya nədir? Bəs yoldaşlar, bax burada kassasiya sözü var, görürsünüzmü? Kassasiya odur ki, məhkəmə qərarlarının hüquqi baxımdan düzgünlüyünün yoxlanılması mənasına gəlir. Ali məhkəmə işi yerindən araşdırmır əslində. Şahid dindirmir, ekspertiza təyin edə bilmir. Onun işi nədir? Qanun düzgün tətbiq olunubmu? Prosedur qaydalar pozulubmu? Məhkəmə işinə hüquqi qiyməti düzgün veribmi? Bu yoxlanılır. Misal, məsələn, rayon məhkəməsi bir nəfəri 5 il azadlıqdan məhrum edib. Apellyasiya qərarı da qüvvədə saxlayıb, deyib, hə, 5 il düzdür, əladır. Tərəf deyir ki, Cinayət Məcəlləsinin maddəsi səhv tətbiq olunub, məhkəmə sübutlara yanlış hüquqi qiymət verib, müdafiə hüququn pozulub. Bu halda Ali Məhkəmə işə kassasiya qaydasında baxır. Əgər səhv tapsa, onda işə yenidən baxılması üçün apellyasiyaya qaytara bilir, qərarı ləğv eləyə bilir, ya da qanuna uyğun yeni qərar qəbul edə bilər. Məsələn, 5 il yox, 3 il, 1 il. Yəni yoldaşlar, burada məhkəmə praktikasına aid məsələlər üzrə izahatın verilməsi bəs nədir? Bu ali məhkəmənin belə deyək, digər məhkəmənin nisbətən təcrübəsinin vahidliyini təmin edən bir funksiyadır. O daha təcrübəli məhkəmə hesab olunur. Yəni ölkənin müxtəlif məhkəmələri eyni qanunu müxtəlif cür şərh etməməlidir. Misal tutaq ki, bəzi rayon məhkəmələri bir borc məsələsini bir cür tətbiq edir, bəziləri başqa cür tətbiq edir. Burada eynilik olmalıdır. Bu zaman ali məhkəmə nə edir? Plenum qərarı ilə izahat verir. Yəni bu məsələdə qanunu belə tətbiq etmək düzgün hesab olunur. Bu izahatlar bütün məhkəmələr üçün yol göstərən bir növ hüquqi mövqe, hüquqi yol rolunu oynayır. Daha sonra dəyərli yoldaşlar, dediyimiz kimi Ali Məhkəmənin hakimləri də prezidentin təqdimatla Milli Məclis təyin edir 63 səs çoxluğu ilə Ali Məhkəmənin qərarları da dərc olunmalıdır. Deməli, Konstitusiyada iki məhkəmənin qərarlarının dərc olunması yazılıb. Bir Konstitusiya Məhkəməsidir, bir də Ali Məhkəmədir ki, bunların qərarlarının dərc olunması qeyd olunub. Gəldik apellyasiya məhkəmələri. Yoldaşlar, apellyasiya məhkəmələri qanunla, onların qanunla deyir ha, onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəməsidir. Yəni, apellyasiya məhkəməsi
Onların əsas vəzifəsi aşağı instansiya, rayon, şəhər, ixtisaslaşmış, yəni məhkəmələrin qəbul etdiyi qərarlarının yenidən yoxlanılmasıdır. Apellyasiya məhkəməsi işi tam yenidən araşdıra bilər, təkrar şahid dindirə bilər, yeni sübutlar qəbul edə bilər, ekspertiza da təyin edə bilər. Yəni birinci instansiyanın səhv qərarını həm fakt, həm də hüquqi baxımdan yoxlamaq ixtiyarındadır. Qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə. Bax, burada nə demək istəyir bilirsinizmi? Yəni, yoldaşlar, burada deyir ki, apellyasiya məhkəmələri yalnız qanunda göstərilmiş işlərə baxa bilər. Yəni onlara hansı iş növlərinin baxılması tapşırılıbsa, onlar həmin işlərə baxır. Yuxarı instansiya məhkəməsi hesab olunur. Yəni yuxarı instansiya məhkəməsi də o deməkdir ki, apellyasiya məhkəməsi rayon və şəhər məhkəmələrindən daha yüksək pillədə dayanır. Birinci instansiya, yəni rayon məhkəmələrinin, şəhər məhkəmələri, ixtisaslaşmış məhkəmələrin qərarlarından narazı qalan şəxslər apellyasiya şikayəti verə bilərlər. Apellyasiya məhkəməsinin qərarı çox vaxt ikinci və əsas yekun qərar hesab olunur. Apellyasiyanın qərarlarından yalnız hüquqi əsaslarla ali məhkəməyə yalnız kassasiya şikayəti verilə bilər. Məsələn, misal üzrə deyim, bir mülki iş götürək. Tutalım, Aylin adlı bir şəxs qonşu ilə torpaq sərhədi mübahisəsi yaşayır. Rayon məhkəməsi torpağı verir qonşuya. Aylin alır verir qonşuya. Aylin qərardan narazıdır və işə apellyasiya məhkəməsi baxır. Apellyasiya yenidən ekspertiza təyin edir, sərhəd ölçülərini yenidən bir növ araşdıra bilər, yeni qərar verə bilər. Yenə də yoldaşlar, apellyasiya məhkəməsinin hakimlərində prezidentin təqdimatında Milli Məclis təyin edir 63 səslə. Gəldi Respublika prokurorluğu. Ümumiyyətlə bir məsələni qeyd eləyim. Yəni mən belə başa düşürəm ki, prokurorluq hüquq mühafizə orqanlarında ən yüksəkdə dayanan qurumdur. İstər Daxili İşlər Nazirliyi, istər Dövlət Təhlükəsizlik Xidməti, istər Gömrük Komitəsi və s. Mən elə başa düşürəm ki, çünki biz baxanda prokurorluğa daha üstə dayandığını görürük. Prokurorluq nə edir? Qanunla nəzərdə tutulmuş qayda və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir. Ə, Qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır, istintaq apara bilir. Məhkəmədə dövlət ittihamını, yəni dövlət ittihamını müdafiə edir. Məhkəmədə iddia qaldırır və məhkəmə qərarlarında protest verir. Baxın, bu prokurorluğa verilmiş çox böyük səlahiyyətdir. Yəni prokurorluq ölkədə qanunların düzgün icra olunub-olunmadığını yoxlayır. Qanunla nəzərdə tutulmuş qayda və hallarda qanunların icra tətbiq olunmasına da bir növ nəzarət bunun əlindədir. Yəni dövlət orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin, istintaq aparan orqanların hətta polis əməliyyat tədbirlərinin, ondan sonra cəzaların icrasına bağlı müəssisələr ki var, probasiyadır, məhbusların saxlanma yerləridir. Bu kimi yerlərdə qanunlara düzgün icra olunub olunmadığını yoxlaya bilər. Misal üçün, əgər hər hansı dövlət müəssisəsinə vətəndaşların hüquqları pozulursa, məsələn, qanunsuz, ədalətsiz qərar verilib, prokurorluq qanun pozuntusunu aradan qaldırmaq üçün təqdimat verə bilər. Və burada deyirik ki, qanun nəzərdə tutulmuş hallarda cinayət işi başlayır və istintaq aparır. Yəni prokurorluq bəzi hallarda cinayət işini özü başlada bilir. Bəzi hallarda isə başlamış cinayət işinin istintaqını özü apara bilir. Hazırda çox işləri məsələn Daxili İşlər Nazirliyi görür, sonra Dövlət Təhlükəsizlik Xidməti görür, Gömrük Komitəsi görür. Bunlar istintaq aparır, amma prokurorluq ağır cinayətlər üzrə, korrupsiya cinayətləri üzrə, xüsusi hallar üzrə birbaşa istintaq apara bilər. Məsələn, bir misal deyək, tutalım qəsdən adam öldürmə cinayəti baş verib, ağır cinayətdir. Ağır cinayətlər üzrə prokurorluq istintaqa bir növ nəzarət edə bilir, istintaq apara bilir. Korrupsiya faktı aşkarlanır, korrupsiya qarşı mübarizə baş idarəsi işə başlayır. Halbuki bu idarə prokurorluq sisteminin daxilindədir. Məhkəmə dövlət ittihamı müdafiə edir. O deməkdir ki, yoldaşlar, prokurorluğun ittiham tərəfi olması deməkdir. Yəni cinayət işində dövlət adından çıxış edən şəxs prokurordur. Prokuror məhkəmədə sübutları təqdim edir, dəlilləri qiymətləndirir, ittihamın əsaslı olduğunu sübut etməyə çalışır, məhkəmədən təqsirlənən şəxsə cəza verilməsini tələb edir. Misal üçün, tutalım cinayət işində hakim dövlət ittihamçısı olaraq prokuroru səsləyir. Prokuror çıxışında maddi zərərin necə yarandığını, təqsirləndirilənin hansı maddəni pozduğunu izah etməyə çalışır.
Məhkəmədə iddia qaldırmaq o deməkdir ki, dəyərli yoldaşlar, bu prokurorluğun mülki və inzibati məhkəmələrdə də fəaliyyət göstərməsi deməkdir. Prokurorluq tərəfindən iddia qaldırıla bilər. Məsələn, uşaq hüquqları pozulduqda, dövlət əmlakı zərər gördükdə, dövlət maraqları pozulduqda, yaşlı və müdafiəsiz şəxslərin hüquqları tapdalandıqda, misal üçün uşaq aliment almır, valideyn yəni alimenti ödəmir. Bu halda prokuror uşağın mənafeyini qorumaq üçün aliment tələbi ilə məhkəməyə iddia verə bilər. Məhkəmə qərarlanan protest vermək bəs nədir? Yəni prokuror protest ümumiyyətlə nədir? Protest apellyasiya və kassasiya şikayətinə bənzər hüquqi bir vasitədir, amma onu prokuror verə bilər. Prokuror düşünürsə ki, bax yoldaşlar, tutalım məhkəmə qanunu səhv tətbiq eləyib, qərar ədalətsizdir, prosessual pozuntu var. Onda o həmin qərarı apellyasiya və kassasiya instansiyasında ləğv etmək üçün protest verə bilər. Misal üçün, tutalım məhkəmə bir cinayət işində qanunsuz olaraq yüngül cəza verib, prokuror bu qərarı düzgün saymır, apellyasiya məhkəməsinə bir protest verir. Yəni prokurorluq həm nəzarət, həm istintaq, həm də məhkəmə prosesində iştirak funksiyasının həyata keçirən bir növ çox geniş səlahiyyətə malik bir orqan hesab olunur. Azərbaycan Respublikasının prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş Prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Yəni ərazi prokurorları ölkənin müxtəlif bölgə və şəhərlərində fəaliyyət göstərən prokurorlardır. Rayon prokurorları, şəhər prokurorları bu prokurorluqlar konkret bir coğrafi ərazidə xidmət edir. Misal üçün Gəncə şəhər prokurorluğu Gəncə ərazidə baş verən cinayət işlərini nəzarət edir və istintaq aparır. Sumqayıt şəhər prokurorluğu eyni zamanda Sumqayıt üçün eyni vəzifəni yerinə yetirir. İxtisaslaşmış prokuror nə deməkdir? Bunlar müəyyən sahə üzrə ixtisaslaşıb. Məsələn, hərbi prokurorluq. Baxın, bu qurumlar konkret sahə üzrə fəaliyyət göstərir. Hərbi prokurorluq tutalım hərbi hissələrdə qanunsuzluğa belə deyim aşkarlayır, qanunçuluğa nəzarət eləyir. Misal üçün hərbi hissədə əsgər zorakılığa bağlı cinayət işi varsa, işi hərbi prokurorluq aparır. Bəs baş prokurora tabellik nə deməkdir? Bu o deməkdir ki, bütün prokurorluq orqanları istər rayon, istər ixtisaslaşmış birbaşa baş prokurora tabedir. Onlar yerli icra hakimiyyət orqanlarına, nə bilim, bələdiyyələrə, məhkəmələrə və yaxud da digər qurumlara tabe deyil. Vahid mərkəzləşmiş orqan o deməkdir ki, dəyərli yoldaşlar, bu ifadə onu göstərir ki, prokurorluq federal şəkildə parçalanmış, ayrı-ayrılı başlıqlara malik deyil. Yəni bütün prokurorluqlar vahid bir strukturun tərkib hissəsidir. Ölkədə bütün prokurorlar eyni qaydalarda işləyir, eyni sistemi tətbiq edir. Baş prokurorun verdiyi göstərişlər bütün respublika üzrə prokurorlar üçün məcburi hesab olunur. Bu bir növ hüquq siyasətində vahidlik, koordinasiyanın təmini deməkdir. Misali üçün, tutalım əgər baş prokuror ölkə üzrə ailə daxili zorakılıq cinayətlərinə qarşı xüsusi nəzarət gücləndirilməsi barədə tapşırıq göstəriş verirsə, bu qərar bütün rayon, şəhər ixtisaslaşmış prokurorlarda, yəni bu kimi prokurorluq orqanlarına dərhal icra olunmalıdır. Və prokuroru kim təyin edir? Prokuroru prezident Milli Məclisin razılığı ilə vəzifəyə təyin edir. Vəzifədən isə e, belə deyim, azad edə bilir. E, Yoldaşlar, Azərbaycan Respublikasının Baş Prokurorunun müavinlərini Respublikada ixtisaslaşdırılmış prokurorlara rəhbərlik edən prokurorları, məsələn, tutalım hərbi prokurorluğa, məsələn, Bakıda ümumi mərkəzləşmiş hərbi prokurorluq rəhbərliyidir. Bax, həmin prokuroru da ixtisaslaşmış prokurorları yox ha. Naxçıvan Muxtar Respublikasının prokurorunu prezident vəzifəyə təyin edir və azad edir. Amma nə zaman? Baş prokurorun təqdimatından sonra. Ərazi və ixtisaslaşdırılmış prokurorları isə baş prokuror vəzifəyə təyin edir və azad edir. Amma prezidentin razılığını alır. Testdə bu razılıq təqdimat kimi düşsə tamamilə yanlışdır. Düşünürəm ki, bu dərsin də sonuna gəldik və müəyyən mənada nələrsə öyrənməyə çalışdıq. Növbəti hansı dərsin izahını istəyirsiniz? Rəydə yazın, izah eləyim. Belə, bu qədər. Özünüzə yaxşı baxın, özünüzü qoruyun. Növbəti video dərsimdə görüşmək ümidi ilə.